Çin lideri Si Jinpingin milli mədəni irsin qorunmasına verdiyi töhfələrə həsr olunmuş film təqdim edilib. Çin Xalq Respublikasının sədri Si Jinpingin Çinin milli mədəni irsinin qorunmasına verdiyi töhfələrə həsr olunmuş İrsin Keşikçisi sənədli filminin Azərbaycan dilində təqdimatı və nümayiş keçirilib. Çin adının yazılı versiyasına ilk dəfə Şensi əyalətində aşkarlanmış 3000 il yaşı olan Hezun adlı tunç qabın üzərində rast gəlinib. Tədbirdə Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mei, Azərbaycan Respublikasının Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Azərbaycan Televiziya və Radio Verişlər Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Tural Babayev, ARB24 telekanalının icraçı direktoru Radik İsmailov və Çin Media Qrupun Çin Radio və Televiziya Mərkəzinin direktoru Van Lu çıxış ediblər. Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mei çıxışında filmin Azərbaycan dilində yayımlanmasının məmnunluğunu ifadə edib. O, Çin və Azərbaycan arasında qədim tarixi və zəngin sivilizasiya əsaslanan əlaqələrin bugün yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Səfir qeyd edib ki, Çin Xalq Respublikasının sədri Si Jinpingin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin strateji rəhbərliyi ilə iki ölkə arasında münasibətlər hərtərəfli şəkildə inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Səfirin sözlərinə görə İrsin Keşikçisi sənədli filmi məhz bu dostluq və qarşılıqlı anlaşma şəraitində Çin Media Qrupun Çin Radio və Televiziya Mərkəzi tərəfindən Azərbaycan dilində təqdim olması üçün hazırlanıb. Azərbaycan Televiziya və Radio Verişləri Qapalı Səhmdar Cəmiyyəti və ARB24 telekanalı da filmin Azərbaycanda yayımlanmasına dəstək göstərib. Tədbirdə çıxış edən digər qonaqlar da filmin əhəmiyyətindən, Çin və Azərbaycan arasında mədəni humanitar əlaqələrin inkişafından və xalqların bir-birinin milli mədəni irsi ilə daha da yaxından tanış olmasının vacibliyindən danışıblar. Günel Fərzəliyeva, Müqabil Bəbirxanov, Səs TV Xəbər, Bakı.